Herkese salam dostlar. Necəsiz, nə edirsiniz? Bu günlər sizlərlə təptəzə bir videodan xoş gördük. Nə edirsiniz, nə var, nə yaxşılıqdırmı, yaxşılıq deyilmi? Nəysə, keçək videomuza. Niyə neçəcində video gəlmir, hardayam, nə edirəm, nə işim var, nə işim yoxdur. Xəbəriniz olar yəqin ki, bu video imtahanla bağlı bir videodur. Bundan sonra her şeyi bir açıklayacağım size, gözleyin. Videoda geçmeden önce like atıp destekleriniz çok önemlidir. Like atıp abone olmayı unutmayın. Bilirəm neçə gündən, neçə həftədən sonra bu video biraz çok like falan isteyebilirim ama siz yine de atın. Əliniz gəldikcə like atın, abone olun. 85 abone olmuşuq bu arada. En son attığım videoda bayağı bir təşvik edirəm. Baxışlarınız, like'larınız gəlib. 7 ya da 8 like olmalıdır. En birinci attığım tır videosunda, Turuncu Simulator'da 116'da baxış sayısı gəlib. Obrisine de 40 neçə baxış sayısı falan gəlib. Təşəkkür edirəm sizə. Ondan sonra ise videomuza keçdikdə isə bizim burada komplektimiz nədir? İmtahan necə keçdi? İlk önce sorumuz odur. Bəli uşaqlar, bu yaxınlarda 12 apreldə, yəni 3 gün əvvəl, 4 gün əvvəl deyim, 3 gün əvvəl, 3 gün əvvəl 12 aprel 9'ların imtahanı oldu. Yəni mən də oradaydım. Elə ki, sinif yoldaşlarımla birlikdə 3 nəfər düşdük, 3 nəfər getdik də, elə ki, ora 2 nəfər getdik, belə. Getdim, oturdum, biraz düzdür, həyəcan falan oldu, amma yaxşı yazdım. Yəni mənlə gələn sinif yoldaşım biraz pis yazdı da o. Uy, bля, qar yağır. Ay, bir də uşaqlar, həyətdəyəm, qar yağır elə biləm. Nəsə tökülür ağaq göydən, bilməm acı nəysə, gözüm dəqiqə oturum. Aha. Uşaqlar, nə dedim? Necə yığdım yəni? Yəni soruşanı, yəni baxın, indi cavablar çıxmayıb, düzdür, özüm hesablamışam. Yəni yadımda qalanlar, sual kitabçası var deyə bir şey var. 9'lar baxanda bilər də bu sual kitabçası. Yəni sual kitabçası da bilməyənlər üçün anlatım qısacasına. Biz sizə kodlaşdırma verirlər, biraz da sual kitabçası verirlər. Sual kitabçasının içində Azərbaycan dili, riyaziyyat, ingilis dili, elə fanlar olur. Onlar sən yazdıqlarını elə ki, axıra qədər qalıb götürə bilərsən. Mən də axıra qədər qalmadım uşaqlar, ona görə götürmədim. Özüm ancaq hesablamışam. Deməli uşaqlar, Azərbaycan dilindən 9 dənə düzüm var, əla var, 9 dənə bomba kimi. Ay, yurdan yağış yağır, qar yağır, heç bilmirəm, nəysə. Azərbaycanda 9 dənə düzüm var. Amma kodlaşdırma deyilən bir şey var, Onda deyəsən Azərbaycan dilini birinci səhv eləmişəm kodlaşdırmada. Uşaqlar, bir şey oldu, mən oranı kəsəcəm. Ora görməyin, qalariyə falan çıxdı. Və gəldim, indi geri döndüm. Nə dedim? Kodlaşdırmada səhv elədim. Kodlaşdırma nədir? Yəni yazırsan, ikisini dairəliysən, odur kodlaşdırma. Onu səhv elədim, birini sürüşdürdüm. Sürüşdürmədim, daha doğrusu necə deyim? Bəlkə da sürüşdürəndə da səhv çıxır. Amma mən C-dir, mən onu D yazmışam. Havanın bir xeyli buxdur. Elə ki, onu səhv yazmışam. Belə baxanda 9 dənə Azərbaycan dilindən düzüm var. 5 dənə, 7 dənə riyaziyyatdan var. İngilis dilini bilmirəm. Deməli, bunlarla Azərbaycan riyaziyyat toplayanda 54 bal eləyir. 6 dənə ingilisdən düz çıxsa, inşallah dua eləyin yorumlardakı qardaşımızın 6 dənə ingilisdən düzü çıxsın ki, qoy 60 bal toplamalım. 60 bal alsam yaxşıdır yəni. Mənim üçün yəni idealdır. Hər kəs 230 falan yığsa da bizim üçün idealdır. Məndən aşağı da yığan var. Məndən aşağı yığan uzabaşı 45 falan yığım yəni. O da yaxşıdır onun üçün. Yəni bizim üçün yəni elə yaxşıdır da. 60 yığmışam, bəsdir. Mənim fikrim kollecə girməkdir. Kollec bilmirəm, 60 balla kollec var ya yoxdur, onu araşdırmalıyam. Yoxsa məcbur peşə məktəbinə verəcəm. İnşallah da baxa görək nə olur. Onda da kompüter kursuna falan getmək istəyirəm. Hələ ki bilmirəm. Yay da gəlir, adam məktəbin bitməyinə 2 ay falan qalıb uşaqlar. Belə, gəl indi videonun bildiyiniz kimi belə. İndi isə 60 bal yıxsam belə hesabın yəni yaxşıdır da. İndi isə keçək deyəcəyim şeylərə. Videolar artıq davamlı gələcək, challenge eləmək istəyirəm.
challenge demeyeyim, her gün video atmağa çalışacağım ama her gün dayanmadan. Mesela ki geldim videomu attım, geldim videomu attım, geldim videomu attım. 30 gün belə davam etdirəcəm, yəni challenge kimi də sunuram aslında öz qarşıma. Elə dünən də uşaqlar gördünüz mü mənim Bakıya biz Noxfanada qalırıq da uşaqlar. Deməli Bakının bəzi ərazilərinə yağdı. Dolu yağdı, belə qara oxşayırdı. Axşam çağına da ildırım falan çaxırdı. Dəhşət ildırım vururdu amma da oyda. Gəl görərsən yəni də uşaqlarda. Çox dəhşət ildırım vururdu. Bu günləri bilmirəm ki, bu videonu attım. Minecraft arxası cavabının gələ bilər. Baxacağım da, indi vəziyyətə görə baxacağım. Telefon da biraz sarımsağa dönüb. Ben size üzüldüysə, aynen. Bilmirəm uşaqlar. Oyun önerin. Oyda bir tat keçirər baxma. Hava bir xeyli burxdu uşaqlar. Hə. Nəysə. Oyun önerin, oyun oynayayım da. Belə yəni videomuz bu qədərdi. Baxıyorum nasıl demədiyim bir şey qaldı, dediyim bir şey qaldı mı? Baxıram fikirləşim. Hala fikirləşəm gözüm. Bu qədər videomuz bu qədər oldu. Neçə dəqiqə və baxsam 6 dəqiqə 11 saniyə 12 saniyə. Uşaqlar imtahandan da necə keçdi qoyacağım, paylaşacağım. İnşallah yaxşı bəyəndilərini də atarsınız, abunə də atarsınız. Sabah yepyeni bir video ilə qarşınızdayım. Onda görüşərik. Sağ olun. Kanala da abunə olub atma. Kanala da like atıp abunə olmağı da unutmayın. Sağ olun.